Salam hər kəsə, bir illik pauzadan sonra qərar aldım ki, yenidən YouTube videoları çəkməyə başlayayım. Bir il ərzində biz sırf Instagram Reels videolarına fokuslanmışdıq. Ona görə də indi Instagram hesabımızı keçid edərək bu period ərzində nə işlər gördüyümüzə baxa bilərsiniz. Bundan sonra paralel olaraq YouTube videoları da çəkəcəm. Daha çox konsepsiya olacaq. Gündəlik vlog tipli və hər hansı bir yeni bir material olar, maraqlı bir informasiya olar. Elə bir şeylər çəkərəm, sizinlə paylaşaram. Elə isə başlayaq videomuza. İndi keçirəm təmir gedən mənzillərdən birinə, sonra isə mebel montajı gördüyümüz mənzillə də sizi tanış edəcəm. Gəlib çatdığım mənzilə qeyd etdiyim kimi biz bu mənzillə parket montajı işlərini hal-hazırda həyata keçiririk. Sizi işlərlə tanış edeyim. Bura mənzilin yataq otağıdır. Gördüyünüz kimi mühəndis lövhələrdən biz burada istifadə edirik və diaqonal şəkildə montaj prosesi həyata keçirilir. Paket vurulması ilə bağlı ayrıca bir video hazırlayıram hal-hazırda paralel olaraq. Sadəcə istədim ki, vloqda da bu hissə olsun. Bu otaq artıq vurulub. Bu otaq artıq hazırdır. Bura uşaq otağının tərkibindəki qardirob otağıdır. Burası isə uşaq otağıdır. Artıq parket montaj olunub tam olaraq. Parketlər buradadır, gördüyünüz kimi. Cosfik markasından seçim etmişik. Bu mənzildə 3 fərqli parket növü var. Zal və yataq otaqları ayrı-ayrı modellərdir. Qardirob otağını isə tamam fərqli bir model seçmişik. Əsas da məqsəd o idi ki, büdcəyə qənaət edərək keyfiyyətli bir məhsuldan istifadə edək. Gördüyünüz kimi hal-hazırda City Garden Nərimanov layihəsindəyəm. Biz bu kompleksdə bir neçə mənzildə mebel işləri görürük hal-hazırda. Bu mənzildə onlardan biridir. Mənzilin ümumi sahəsi 130 kvadrat metrdir, 4 otaqdan ibarətdir və hal-hazırda burada nə işlər gördüyümüzü mən sizə detallı şəkildə çəkib göstərəcəm. Hal-hazırda mənzildə binanın öz ustaları da işlədiyi üçün biraz qarışıq formalıdır mənzil. Gördüyünüz kimi bu hissəni biz soyuducu, yanında penal və digər hissəni isə rəf kimi nəzərdə tutmuşuq. Bu hissə hal-hazırda boya prosesindədir. Üst hissələr, antresol hissələr və ikinci mərtəbə mebelləri də artıq yığılıb. Akril daşımız gördüyünüz kimi montaj olunub artıq. Çanaq da yerindədir. Burada uşaq otağında belə bir dolabımız var. Burada dəhlizdə camaşırxana. Burada digər bir uşaq otağıdır. Burada da eyni formada dolabımız yerləşir. Bura isə yataq otağıdır. Yataq otağında burada bizim çarpayımız olacaq. Hal-hazırda yoldadır, mənzilə gəlir. Bura isə qardirob hissəsi kimi nəzərdə tutulub. Üst hissədən bizim reysimiz gedəcək və şüşə qapılarla qardirob otağını yataq otağından ayıracaq. Burada isə əlavə rəflər montaj etməyi planlayırıq. Ümumiyyətlə bu kompleksdə ən çox bəyəndiyim layihələrdən biri elə bu mənzilin proyektidir. Çünki həm yelçəkəndir, hər iki tərəfə pəncərəsi var, həm də kvadrat metri genişdir. 4 otaqdan ibarətdir qeyd etdiyim kimi, mətbəxi də ayrıdır. Burası mənzilin zalıdır. Gördüyünüz kimi burada belə bir TV stand bina tərəfindən əslində sakinlərə hədiyyə edilir. Amma çox sadə qaldığına görə və mən düşünürəm ki, bu rənglərlə bu boz rəng çox da bir-birinə uyğun olmadığına görə biz bura yeni bir TV stand hazırlamışıq. Onu da montaj etdikdən sonra mən çəkib sizinlə paylaşacağım. Bu da digər mebellərin iç rəfləri, sermələridir. Və bir şey də qeyd edim ki, mətbəx mebeli sifariş edirsinizsə əgər, mütləq şəkildə avadanlıqlarınızın ölçüsünü öncədən seçin. Çünki hər hansı bir avadanlığı sonradan dəyişəcəksinizsə, bu bütün korpuslara da təsir edəcək və bu kəsilmiş detallar artıq işə yaramayacaq. Ona görə də avadanlıqların öncədən seçilməsi və qarşı tərəfə istehsalçıya ölçülərinin verilməsi mütləq şərtdir. Və City Garden layihəsində başa düşmədiyim bir məsələ də var.
Gördüyünüz kimi köməkçi hissədə alispanla bu hissəni bağlayıblar və paduqa dolabın önündən keçir. Eyni forma digər hissədə də keçərlidir. Görürsünüz, dolabın üzəri bağlanıb və biz də ona uyğun artıq mebeli istehsal etmişik. İndi gəlin keçək digər otaqlara. Bu ayaq altında burada olma səbəbini indi siz anlayacaqsınız tam olaraq. Gördüyünüz kimi bu hissənin biz paduqasını kəsmişik. Çünki paduqa dolabın arxası ilə gedirdi, divar boyu bu formada. Və biz məcbur şəkildə dolabı paduqaya qədər yığa bilirdik, üzəri qalırdı boş formada. İndi onun da nümunəsini ekrana əlavə edeyim ki, rahat şəkildə siz onu anlaya biləsiniz. Məcbur şəkildə mənzil sahibi bura əlavə usta dəvət elədi. Bu hissələrin üzərini alispanla yığıblar və onun da üzərini malyarka edərək paduqanı qarşı tərəfdən keçirəcəklər. Mənə maraqlı olan məsələ budur ki, əgər bu hissədə bunu etmişsinizsə, nəzərdə tutmusunuzsa, demək ki, bunun olması vacibdir. Bəs digər otaqlarda bu niyə nəzərə alınmayıb? Çünki biz burada artıq 5-6-cı mənzildir ki, mebellərini montaj edirik. Hamısında eyni problem var və hamısında da sifarişçi sonradan bu hissələri sökür və təkrar özü istədiyi formada düzəltməli olur. Eyni məsələ yataq otağında olan qarderobda da var. Gördüyünüz kimi biz dolabı paduqaya qədər yığmışıq. Bu formada montaj olunub. Amma paduqa dolabın arxasından keçdiyinə görə, baxın bu hissədə görsənir paduqa. Buradan keçdiyinə görə üzəri boş qalır. Belə bir kölgə effekti yaranır burada. Növbəti gündən hamıya salam. Gəlmişəm bir-iki akril daş nümunəsi götürməyə. Ağşəhərdə yeni bir mənzil var ki, biz onun mebellərini istehsal edirik. Gəlmişəm onun üçün təzgah nümunəsi seçməyə. Bəs nə qədərsiz? Akril daşı götürdüm. Bu Karyan kimi bildiyimiz daşdır, amma Karyan markasının deyil. Bu tekstura mənim çox xoşuma gəlir. Açıq dizaynla da uyğundur. Baxaq bunun üzərindən qərar veriləcək. Hal-hazırda Ağşəhərdəyəm, Park Hill Residence-də. Biz burada bir mənzilin dizayn təmiri və indi son mərhələsi olan mebel işlərini görürük. Keçən mənzillə tanış olaq, baxaq nə işlər görülüb. Zal, burada isə mətbəx, studiya yerləşir. Giriş qapısından sonra biz hər hansı bir dəhliz divarı burada hörməmişik, bağlamamışıq buranı. Bu da daha geniş görünməsinə gətirib çıxarır. Burada bizim sanitar qovşağımız yerləşir, tam dəhlizin sonunda. Və sanitar qovşağı ilə layihələndirmişik ki, zalda divandan bura birbaşa görünmür. Çünki bu divarı biraz önə tərəf çəkmişik. Bu örgü planda da öz əksini tapıb. Burada isə bizim yataq otağı yerləşir. Görürsünüz ki, mebellər artıq istehsalat prosesini tamamlayıb. Bütün korpuslar yerləşib. Kondisionerin boruları da çəkilib vaxtilə. Divarlarda çox incə lepkalardan istifadə etmişik. 2,5 cm-lik moldinglərdir bunlar. Burada da mətbəx mebeli bu formadadır. Kiçik bir adanı da unutmamışıq. Mənzilin sahəsi çox olmasa da, insan burada özünü həqiqətən də çox yaxşı və fərqli hiss eləyir. Buna əsas səbəblərdən biri isə tavan hündürlüyümüzün çox olmasıdır. 3 metr 40 cm hündürlüyü var bu mənzilin. İkinci məsələ, mən vitraj pəncərələrdən gələn təbii işığı göstərərdim. Çünki həm bu vitraj pəncərələr, həm də evin yerləşmə istiqamətinə görə mənzilimiz demək olar ki, bütün gün ərzində təbii işıqla qidalanır. Elə indi də düşün, işığı görə bilərsiniz burada. Üçüncü məsələ isə pəncərə və balkondan baxdığımız zaman gördüyümüz ətraf mühiti mən göstərərdim. Çünki dəniz, Ağşəhər mənzərəsinə baxanda nə qədər də olmasa insan özünü fərqli və yaxşı hiss edir. Və son olaraq keçən günlərdən birində City Garden Nərimanovda olanda qeyd eləmişdim ki, sırf mebel istehsalatında, ən əsasda mətbəx mebelində mütləq şəkildə bu avadanlıqlar öncədən alınmalıdır və ya seçilməlidir. Sifarişçi gördüyünüz kimi bütün avadanlıqları alıb təqdim edib. Burada soyuducudur, qabyandır, paltaryandır, hamısı buradadır. Bu da bizim mənzilin dizayn albomudur. Bu dizaynlar əsasında biz bu mənzili təmir etmişik, indi də mebellərini istehsal edirik. Avadanlıqlar olanda iş konkret olur, yəni hər hansı bir dəyişikliyə sonradan ehtiyac olmur. Gördüyünüz kimi bu soyuducu üçün buraxılmış hissədir, boşluqdur.
Burada moyka olacaq, burada qəbyan, sonra sirmələr və ondan sonra da paltaryan burada yerləşəcək. Yeni gündən hamıya salam. City Garden Nərimanov layihəsindəyəm. Göstərim. Günün ikinci yarısıdır, gün batımına yaxındır. Və kompleksin gördüyünüz kimi digər tərəfindəyəm. Burada da bizim bir mənzildə mebel işlərimiz, mebel montajımız davam edir. İndi sizə burada nə işlər gördüyümüzü təqdim edəcəm. Burada biz mətbəx mebel işləri görürük. Mətbəx mebelini artıq quraşdırmışıq. Üstünün təzgahı da hazırdır. Bir-iki dənə xırdapara işlərimiz qalıb. Və dəhlizdə biz dəhliz dolabı və komod güzgü kimi mebellər istehsal eləmişik. Mənzilin artıq digər dolablarını biz ikinci mərhələdə istehsal etməyi planlayırıq mənzil sahibi ilə. Mətbəx mebelini MDF boya materialını istehsal etmişik və bütün mexanizmləri bulundu. Gördüyünüz kimi üst qapaqlarda çox incə belə işləmələr var. Eyni bu forma alt qapaqlarımızda da davam edir. Karyan qeyd etdiyim kimi artıq montaj olunub. Həm fartukda, həm bu işçi zonada. Bu hissəni də biz tam olaraq karyanla bağlamışıq. Bu boş qalmaqdansa məncə belə bu görüntü daha xoşdur. Digər tərəf isə elə şkafın özü də MDF boyadır. Burada bəzi yerlərdə əyriliklər olduğuna görə binada çalışan malyarlara biz bildirmişik, gəlib onları bərpa edirlər. Bu hissədə mətbəx kiçik olmağına baxmayaraq sifarişini müzakirə elədik. Həm kofe masası üçün biz burada yer təyin etmişik, həm də ki burada şüşə qapağı var, vitrin. Alt hissədə isə kiçik bir adamız olacaq. Biz artıq korpusu və boyalı detalları montaj etmişik. Burada 2 ədəd qapaq olacaq, bir sirmə, dizayn şəklində ekrana yerləşdirəcəm, baxarsınız. Üstü isə karyanla bağlanacaq. Burası isə qapıdan giriş hissədir, soyuducu və üzərində belə bir rəf var. Burada da bizim uzun bir karqomuz yerləşəcək. Burada isə dəhlizdə komod və güzgü olacaq. Burada texniki hissələrin üzərini belə bir güzgü ilə bağlayacaq. Bu da lazım olanda açılıb bağlana bilir. Burada da əsas dəhliz dolabımız yerləşir. Bloqun tam ortasında belə gözlənilməz bir şey baş verdi. Bizim ofisin hal-hazırda podval hissəsindəyəm. Tam digərin altında qalıram ki, təhlükəsiz olsun. Burada dünən səhər partlayış olub. Bu partlayışın səbəbi əsas yolda gedən tikinti vaxtı qaz xəttinin zədələnməsi kimi göstərilir. Amma hələ də rəsmi bir cavab gözləyirik tam olaraq. Bunun səbəbini bilək. Bizim ofis yuxarıda da indi keçib oranda göstərəcəm. Burası isə bizim dostumuzun ofisidir. Binanın podvalında yerləşdiyinə görə monolit gördüyünüz kimi tam çöküb. Gələm oldu. Özü də buradadır. Bütün avadanlıqlar, printerlər, monitorlar hamısı qırıq-qırıq. İndi bir-iki dənə bir şey tapıb buradan çıxarıblar. Yoxlayacaq görək işləyir, yoxsa yox. Hamı yaxşıdır, şükür bir şey yoxdur ciddi olaraq, amma ümumi ofislərə ciddi ziyan deyil. Bura isə bizim ofisdə ikinci mərtəbədə yerləşdiyinə görə çox ciddi bir zərər dəyməyib, amma bütün pəncərələrimiz sınıb. Gördüyünüz kimi hər şey yerdə və dağılmış vəziyyətdədir. Əcələrimdə geymişəm. Təmizliyi çox sevdiyimiz üçün komanda olaraq hamımız yığışmışıq, yəni qədər təmizlik elədik və buranı yaxın günlərdə təkrar əvvəlki vəziyyətinə qaytarmağı planlayırıq. Pəncərələri artıq sifariş etdik, ölçüləri usta gəldi, götürdü. Bura isə dəhlizdən giriş hissəsidir, showroom olan otağa. Buranın da bütün profilləri əyilib. Baxın, bu formada altdan partlayış olub deyə sıxıb bütün bu profilləri əyib. Bütün bu şüşələr hamısı içəriyə doğru gedib. Yaxşı ki, bizim yoldaşlardan heç kim olmayıb ofisdə. Səhər saatlarında olduğu üçün hələ heç kəs gəlib çatmamışdı. Belə bütün hər yer şüşə qırıntılarıdır bu formada. Bunları da yığmışıq, müəyyən qədər təmizləmişik. Bəzi masalar da qırılıb. Bu hissələr MDF boya idi. Bunlar hamısı şüşə qırıntılarına gözələnib. Burada masaların biri idi, bu ayaqları qırılıb, bütün üzəri zədələnib. İçəri otaq isə ümumiyyətlə danışılası vəziyyətdə deyil. Burada hər şey
depolanıb deyə çox qarışıqdır burada vəziyyət. Bir də stolun üstü stəkanlar sınıb. Buradakı şüşələr də hamısı qırılıb içəri tökülür. Bu da ofisin həyətinin vəziyyətidir, mövcud vəziyyəti. Partlayış bu hissədə olan qaz xəttindən sızmaya görə olub. Buradan torpağın alt hissəsi ilə gəlib və bizim buradakı ambara yığılmışdı. Bayaq göstərdiyim hissədə yığılmışdı və belə partlayış baş verib. Hər gün o qədər şey baş verir ki, vlogu çəkirəm, sonradan yadıma düşür ki, artıq vlog qalıb yarımçıq. Çünki zəng gəlir, hər hansı bir görüş olur, nəsə bir yerə gedəsi oluruq. Başım ona qarışır, vlog çəkə bilmirəm. Amma bugün çalışacağam ki, maksimum şəkildə çəkim. Biraz ətraflı olsun bugünün hadisələri vlogda. Bilən ofisi təmizdədik, sağ olsun köməyə gələnlər, zəng edib maraqlananlar. Bəzi sifarişçilər vardı ki, onlar evlərini köçməlidirlər bu yaxın vaxtlarda. Onlar belə zəng edib bildirirlər ki, biz bir həftə, 10 gün, bir ay belə köçə bilərik öz evimizə. Yəni, problem yoxdur. Əsas siz toparlanın. Onlara da buradan ayrıca öz minnətdarlığımı bildirirəm. Belə vaxtda insanı başa düşən insanların ətrafında olması həqiqətən də dəyərlidir, xoşdur. Hamınız ayrı-ayrı da çox sağ olun. Ofisi təmizləmişik, belə ümumi bir şey qalmıyor. Pəncərələrin ölçülərini gəlib götürüblər, sifarişi keçmişik. İndi bugün öz ustalarımızı da dəvət edəcəm. Gəlib qırılan, zədələnən mebelləri də demontaj edib sexə aparsınlar. Orada onları yenidən restavrasiya eləyəcək, bəziləri ümumiyyətlə yenidən istehsal olacaq. Ondan sonra da artıq öz ofisimizə yenidən qayıda biləcək. İndi isə yoldayam, gedirəm Gənclik tərəfə, orada Eca mağazasına baş çəkəcəm ilk öncə. Sanitar qovşağı moydaduru üçün seçim edəcəm. Ondan sonra Kalyan Bakıya keçid etməliyəm. Çünki orada da 1-2 sifariş var. Onların seçimlərini edib həmin sifarişlərdə start verməliyəm. Belə, başlayaq, görək başımıza bugün nə gəlir. İndi Kalyan Bakı mağazasındayam. Sifariş blankımızı formada tərtib eləmişik. Burada bütün detallar, parametrlər yazılıb. Bu sanitar qovşağı moydadurudur. Bu da həmin moydadura uyğun seçdiyimiz daş növüdür. İndi isə İnqilab küçələri ilə davam edirik. Çatıram artıq Eca mağazasına. Eca mağazasına moydadır seçməyə gəlmişdim. Moydadır artıqları. Burada da hamısı. Burada üstdən qoyulma çaşqalar da var. Bunlar isə alt hissədən bağlanır. Kənarından da gördüyünüz kimi. Ölçüyə uyğun seçmişəm. Bu modeli götürəcək. Belə, çanağı götürürəm, çatdırılmasını eləyəcəklər Kalyan mağazasına. Biz də gedirik digər işlərimizin dalıyca. Ecadan aldığım çanağı Kalyan Bakıda təhvil götürdüm. Üzərinə qeydlərimizi yazdıq ki, digər mənzillərlə qarışmasın sifarişimiz. İndi isə çıxmışam, yoldayam. Həmişə kimi tıxacdır. Yoldayam, Azadlıq prospektidir bura. Ən azı 10 dəqiqədir ki, bu svetoforu keçə bilmirəm də, buradayım. City Garden-a gedirəm, Nərimanova. Gedim oradakı mənzillərində işləri artıq yekunlaşıb. Ümumi bir nəzər yetirək, baxaq ki, əski nəsə qalıbsa, onu da ustalara bildirim. Ev sahibi ilə də, mənzil sahibləri ilə müzakirələrimizi eləyək. Sonra isə keçək ofisə. Baxaq, ofisdə nə işlər var. Belə, hələ ki planlar bu formadadır. Bu mənzili bir neçə gün əvvəl çəkmişdim, prosesdə idi, amma gördüyünüz kimi artıq tamamlanıb. Mənzil sahibi keçmək üzrədir hal-hazırda. Bütün qapaqlar gördüyünüz kimi boyadı, bura işıq düşür. Yəni işıqdır bu. Antresol qapaqlarımız belə bir daraqla tamamlanıb. Bəzi tənzimləmələr qalıb bu formada, bunları indi qaydasına qoyacaq. Bura bunun texniki hissəsidir. Köməkçi zonadır.
Burada dərinliyi az olduğu üçün gördüyünüz kimi sobadan sonra belə bir 30-35-40 santimetrlik dolabımız var. Ona görə mən sonradan qərarlaşdırdım ki, bunun biz qapağını, əslində bura əvvəl kargo düşünürdük, belə bir sıyırma olsun. Sonradan qərarlaşdırdıq ki, bura bir kargo yerləşdirməkdənsə elə bunun qapaqlarını bu kənar hissədən hazırlayaq. Və məncə belə daha gözəl oldu, daha praktik oldu. Çünki bu tavana qədər olan kargo 350-400 manatdır. Yəni o pulu bura xərcləməkdənsə bu formada, daha praktik bir formada bu şkafı istifadə etmək olur. Burada bizim dəhliz dolabımız var. Bunu da kənar hissəsini indi nənəşlik hazırlayırıq. Bura bizim uşaq otağıdır. Buranın da qapıları belə asılıb. İnteres dolablarına oxşuyur tam olaraq. Və bu tutacaqları siz artıq tanıyırsınız. Bir-iki mənzildə də biz bunlardan istifadə etmişik. Xüsusi istehsaldır. Yəni hazır satılan qapı qulpu deyil. Bugün isə Badamlarda yerləşən mənzilin keramogranit seçimi üçün gəlmişik. Rəşad müəllimi görürsünüz burada. Sizinlə oynayır. İzləyicilərə salamlar, zəhmət olmasın. Salam. Hər kəsi gözləyir də, yəni burada uyğun qiymətə. Hindistan, Türkiyə. Türkiyə, Sumqayıt. Sumqayıtda уже biraz şey oldu, amma qiymətə görə də baxır indi. Rəşad müəllim olmasa da onun sağ əli həm mat modelləri var, həm də parlaq. Yarım mat seçimlər də var, amma onlar mənim çox da xoşuma gəlmir. Amma yenə də bu zövq məsələsidir. Burada belə kiçik ölçülü modellər də var. Son vaxtlar çox istifadə olunur. Daha çox dekorativ olaraq. İndi Rich interior mağazasındayıq. Burada biz divar içi belə aybokslara və bəzi keramogranitlərə də baxırıq. Ümumi alış-verişdən öncə bütün seçimləri gözdən keçirmək vacib. Burada belə maraqlı şüşə bloklar var. Çox gözəl. Bəli. Bənzər bir rəng tonların ən azından fikir formalaşır ki, şərt deyil də belə tekstur olsun. Oxşarın məsələni olar. Maraqlıdır. Amma düzdür, qızıl detallarla da bu şeydir. Laminat. Plastik. Laminat, hə? Laminatdır da. Aristiklo. O mərmər kapitası. Pinterest'te gördüğünüz her şey var da satışta. Aslında bunun üzərindən gedək də. Bunun üzərindən. Hamam və dəhliz üçün bəzi daşlar seçmişik. Sadəcə indi məsələ nədir? Bizdə dəhlizdə dokalar lazımdır. O da ki, yaşılın bir tonudur. Biz ağ keramogranitlərin içinə o dokalardan əlavə edəcəyik. Ona görə indi o yaşılın tonun bir axtarırıq. Mat olması şərtdir. Bir də biraz daha dolğun rənglərdə axtarırıq. Daha çox içəri. Bura isə Kerama Marazi mağazasıdır. Babək prospektində yerləşir. Ağşəhərdən gələn yoldur, baxın bura. Burada da çox maraqlı seçimlər olur. Gəldik, burada baxaq. Bunların hamısı keramogranitdir. Çox gözəl modellərdir. Əslində, indi isə maraqlı ola bilər ki, dizaynda bəs istifadə olunan modeli necə tapa bilmirik. Məsələ odur ki, dizaynda bizdə orada qəhvəyi tonlarda bir keramogranit istifadə olunub. Sadəcə indi seçim vaxtı biraz istəkləri dəyişə bilir, yəni normal halda. Ona görə yaşıl ton axtarırıq. Yaşılın da əslində çox seçimi var. Sadəcə sırf axtardığımız tonu hələ ki tapa bilmirik. Baxın, belə maraqlı, zümrüd bir tonda keramogranit təklif olunur.
Onun üzərindən rəki müzakirələr edirik. Avant Parkda yerləşən mənzildəyim hal-hazırda. Bu mənzilin həm təmir işlərini, həm də bütün mebel işlərini biz həyata keçirmişik. Hal-hazırda uşaq otağındayım. Gördüyünüz kimi belə bir dolab. Bu divarda və qarşısında divar paneli yerləşir. MDF boyadı materialı. Burada isə çalışma masası var. Yan tərəfində belə bir rəf var. Işıq buradan yanır. Dəhliz dolabı, sanitar qovşaqdakı mebellər, əsas yataq otağında olan TV stand, komod, güzgü, divar paneli bütöv divar boyunca davam edir. Yaxından da baxsaq, belə bir görüntü verir. Burada da onunla eyni rəngdə, belə bir sadə minimal formada bir dolab yerləşir. Bu isə yataq arxası, üzləmədir. 2 ədəd tumba da burada yerləşir. Mətbəx mebelimiz. Mexanizmlər bulun. Və zalda belə bir TV stand. Burada da çarpayılar var. Son təmizlikdən sonra bunları da montaj edəcək. Bu TV standdə bu qapaq gizli formada nəzərdə tutulub, belə açılır. Digəri isə TV-nin arxasında blokları və s. yığmaq üçün içəri tərəfə gizli formada yerləşdirilmişik bu qapağı. Fərqli petlələrdən istifadə olunub bunların istehsal altında. Bu gecə Infinity Design mağazasının açılışı var. Əslində bu mağaza bir neçə müddət ki fəaliyyət göstərir. Sadəcə mağazanın rəsmi açılışını bu günə salıblar. Burada gördüyünüz kimi Diante markasının istənilən növ hamam aksesuarını tapa bilərsiniz. Vannalar, duşlar, higienik duşlar, unitazlar, çanaqlar və s. kimi. Və bundan əlavə olaraq burada həm karyan, həm də porselen satışı da mövcuddur. Bu divar diqqətini çəkdi bu showroomda. Porselenə bənzəsələr bu əslində nazik bir qabıqdır və çox rahat şəkildə bükülə də bilir. Etsəniz, abal tincləri də bunu istifadə etmək olar. Alt qatda isə Hafili markasının mexanizmlərdə satışdadır. Düşüb sizə onlarla da tanış edəcəm. Buranı. Mən burayla tanış olmuşam, sadəcə sizin üçün çəkib göstərirəm. Onlar kargo mexanizmləridir. Fərqli növləri var, renkləri var. Çeşidlər buradadır. Burada isə adətən Bulun markasından bildiyimiz bu tandem bokslardır. Sirmə mexanizm kimi istifadə etmək olar. Formada orqanayzerlər, asılqanlar. Yəni mebelə aid istənilən növ mexanizm burada tapmaq olar. Hafili markası bildiyiniz kimi premium bir markadır. Rahat şəkildə alıb istifadə edə bilərsiniz. Bu divarda isə biri-birindən gözəl, fərqli porselen nümunələri var. Porselen haqqında da Instagram profilimizdə paylaşım etmişik. Və onu da deyim ki, porseleni adətən keramogranitlə qarışdırır bir çox şəxs, bir çox sifarişçi. Amma bu porselenlərin tərkibi sinteristan olduğuna görə tam ekoloji təmizdir. Yəni siz bunu istər yemək masalarında, istər mətbəx təzgahlarında, mətbəx masalarında fərq etməz. Yəni istədiyiniz yerdə istifadə edə bilərsiniz. Keramogranitdən ən əsas fərqi budur, sinteristan olmağıdır. Yəni gördüyünüz kimi eyni daşdır. Həm masada istifadə olunub, həm də bunu divar paneli kimi, TV standlər və s. kimi istifadə edə bilərsiniz.
Yeni Günəş Şərq bazara yaxınlığında yerləşən digər mənzildən başlamışam. Hazırda kargodan gəlirəm. Bu gördüyünüz kiçik linzanı sifariş etmişdim bir neçə müddətdir. Nəhayət ki, gəldi, çıxdı. Bu linzanın əsas məqsədi, mən daha dar yerlərdə, kiçik yerlərdə rahat çəkiliş edə bilmirəm bu kamera ilə. Ona görə də bu geniş bucaqlı bir linzadır. Elə çəkiliş edə sizə nəticəsinin fərqini göstərim. Gördüyünüz kimi, adi balaca bir maşının içində belə kifayət qədər yaxşı nəticə verdi. Keçək mənzilə həm ustaların nə iş gördüyünə baxaq, həm də bu linzanı bir test edim, görüm nə göstərir. Artıq mənzildəyəm. Hal-hazırda mənzildə bizim həm keramogranit, həm də lepka işlərimiz davam edir. Diqqət etsəniz, divarlarda da qeyd etmişik lepkaların və panellərin ölçülərini. Yataq otağından artıq başlamışıq lepkaların montajına. Burada isə keramogranit işlərimiz gedir. Sanitar qovşaqda. Döşəmədə belə bir qara kantımız var. Bu eyni formada mətbəxdə də davam edir. Lepkalar təzə gəlib mənzilə. Bugün səhər çatdırılmasını ediblər. Gördüyünüz kimi hələ də nəmlidir. Və onda qeyd edim ki, lepkanı montaj etmədən öncə yaxşı olar ki, elə həmin gün lepkanı mənzilə çatdırasınız. Çünki artıq bir neçə həftə mənzildə qalmış lepkalar həm quruyur, həm də deformasiya olaraq yararsız bir vəziyyətə gəlib çıxır. Şərq bazarında işlərimi yekunlaşdırdım. Gəldim Ağşəhərə. Burada da təmir işlərimiz gedir. Bu mənzildə paralel olaraq artıq mebel işlərini də başlamışıq. Plakatımız öz yerində. Divarlarda lepkalar qurulub. Dəhlizə mətbəxin döşəməsi hazırdır. Buraya yataq otağıdır. Burası sanitar qovşaqdır. Belə 2 ədəd böyük ölçülü keramogranitdən istifadə etmişik burada. Onu da qeyd edim ki, hamısı ispan daşlarıdır burada istifadə olunan keramogranitlərin. Hal-hazırda Kürdəxanadayıq. Burada belə bir torpaq sahəsi var. Ümumi 4 çotdur. Sifarişi ilə görüşdük. Hal-hazırda müzakirələr edirik. Evin tikilmə istiqaməti yəqin ki, burada olacaq. Və qarşı tərəfi isə burada belə bir teras, maşın üçün qaraj və yol. İndi ümumi bir baxış keçirək. Sonra isə hesabat aparacaq və sifarişçi ilə növbəti mərhələdə artıq razılaşsaq işlərə başlayacaq. Hərdəsə bir həftədir ki, vlog çəkə bilmirəm. Videolar qalıb belə yarımçıq. Hətta dünən rayonda getmişdik, Lənkərana. Orada bir mənzilin mebel ölçülərini aldıq. Kameranı da götürmüşdüm ki, güya çəkəcəm, vloqa əlavə edəcəm, amma alındıra bilmədim. Bugün isə gəlmişəm Badamdarda yerləşən mənzilə. Burada təmir başqa bir şirkət tərəfindən edilib. Biz isə burada mənzilin mebel işlərini görürük. Burada TV stendi olacaq, burada kitab rəfi, oturma zonası və mənzilin digər bütün mebelləri istehsalat prosesindədir. Bura mənzilin dəhlizidir. Bu hissədə dəhliz dolabı olacaq. Buradan başlayaraq tam giriş qapısına qədər bu dolab uzanır. Arxa tərəfində uşaq otağı var. Burada sanitar qovşaq. Burada moydadır və unitazın üzərinə bir dolab hazırlamışıq. Burası mətbəxdir. Qapını çox bəyəndim. Üstü şpondur və bu şpon nümunəsinin eynisini, birə-bir eyni modelini biz mətbəx mebelində və digər bəzi dolablarda istifadə etmişik. İndi onları da bir-iki nümunə hazırlamışıq. Gətirmişik, sifarişini dəvət etmişəm mənzilə. Gəlsin, yerində dəqiqləşdirək. Bu şponun xam olan hissəsidir. Yəni, üzərində heç bir lak, dolğu yoxdur. Digər hissəsinə isə bir qat lak vurmuşuq. Gətirmişik ki, qapı ilə baxaq, rəngləri nə qədər seçilir. Çox cüzi rəng fərqi var. Onu da aradan qaldıracaq. Bu darağın içində də şponun olmasını hər yerdə görə bilməzsiniz. Çünki adətən darağın içini boyayırlar və üzərinə şpon vururlar. Biz isə gördüyünüz kimi içli çöllü hər yeri şponla örtülür.
Bugün Ağşəhərdə yerləşən Panorama Towers'dayıq. Bu layihə bir neçə ildir ki, inşa edilir, amma sakinlərin istifadəsinə, təmir üçün icazəsinə bu yaxın vaxtlarda təhvil verilib. Ona görə də biz bura 2 mənzilin ölçüsü üçün dəvət almışıq və bugün qalxacaq bu mənzillərin ölçülərini alacaq sizinlə birlikdə. Çətinliklə də olsa qalxmışıq 14-cü mərtəbəyə. Burada bizim 2 ədəd yan-yana mənzilimiz yerləşir. Hər ikisi 180 kvadrat metr olaraq layihələndirilib bina tərəfindən və tam olaraq bir-birinin əksidir, güzgü formasında, tərsidir. 40 kvadrat metr ayrılıb balkona, 140 kvadrat metr isə daxili yaşayış sahəsi kimi nəzərdə tutulub. Hal-hazırda 3 otaq formasında layihələndirilib bu mənzil. Biz isə bunu sifariş istəyinə görə 4 otaq kimi bölməliyik. Çox ehtimal ki, mətbəx studiya olacaq, çünki pəncərə sayı buna imkan vermir ki, biz burada mətbəxi ayrı saxlayaq və bir ədəd də əlavə bir otaq yaradaq. Amma yenə də dizayn mərhələsində biz bu məsələlərin üzərindən bir də keçəcəyik. Şəxsən mənim üçün yeni tikili binaların əsas üstünlüklərindən biri odur ki, MTK-ların bir çoxu, əsas da premium binalarda öncədən kombi və kondisioner motorlarının, kompresorlarının yerini təyin edir. Bu həm fasadın ümumi çirkli görüntüsünün qarşısını alır, həm də blokda artıq öncədən təyin olunmuş yerlər olur ki, hər mənzil üçün də orada ayrı-ayrı bölmələr nəzərdə tutulur. Amma bunun bir dənə negativ tərəfi var ki, mənim heç bəyənmədiyim bir nüansdır və son vaxtlar bir çox binada biz bu halla rastlaşırıq. O da bu kondisionerin mis boru məsələsidir ki, gördüyünüz kimi kondisionerin borusunu bura qədər gətiriblər və bu dəhlizdəki bu tavan ilə öz təyinatı üzrə otağına gedib çıxır. Yəni bu o deməkdir ki, mənzil sahibi hər otaqda bir ədəd kondisioner nəzərdə tutsa, bu kondisionerlərin hər birinin mis borusu bu nöqtəyə qədər gəlməlidir və burada artıq mis boruların bir-birinə svarqalanma işləri həyata keçirilməlidir. Yəni bu qlobal bir problem deyil, amma belə olmasa daha yaxşı olardı, çünki nə qədər də olmasa biz svarka vurulmasının tərəfdarı deyilik hər bir halda. Mənzilin öz hündürlüyü kifayət qədər olsa da, amma bizim dəhliz hündürlüyümüz çox azdır. Bunu da bəyənmədim bu binada. Yəni burada 2.30, 2.40 ancaq məsafə var. Əlimi qaldıranda tavana dəyə bilir. Bunun əsas səbəblərdən biri burada olan gördüyünüz havalanma mənfəzləridir ki, bu boşluqdan da onu görə bilirik. Rigeldən aşağı düşüb və bunun özünün də müəyyən bir hündürlüyü olduğuna görə bu qədər tavan aşağı enib. Amma bu məsələləri saymasaq, bu binada çox üstün tərəf gördüm. Ən əsas da son vaxtlar Ağşəhərdə bir çox binada olduğu kimi kommunikasiya xətlərinin keçdiyi nöqtələri belə bu formada aşağı veriblər. Bu əslində çox gözəl bir praktik həldir. Gördüyünüz kimi burada bir 8-10 sm məsafəmiz var. Bu məsafə sanitar qovşaqda da davam edir, çünki sanitar qovşaqda da yüzlük kanalizasiya borusu, bu şaxtada gördüyünüz bu boru təyinatı üzrə unitazın yanına və duş kabinə çəkilməlidir. Yəni o unitaza yüzlük gəlir, amma duş kabinə və gigiyenik duşun altında olan o trapa 50'lik və 70'lik boru ilə də bunu çəkmək mümkündür. Hər bir halda burada hündürlükdən itirməmək üçün belə bir praktik həll düşünüblər. Bu da çox gözəldir əslində. Növbəti üstün tərəfi bu vitraj pəncərələr kimi görürəm mən. Çünki bu zal hissə və otaqlar çox gözəl işıqlanır. Həm bunun işıq alması, həm də pəncərələrin öz profilləri Benka markasıdır və alüminiumdur. Bu isə digər mənzildə eyni formada da qeyd etdiyim kimi. Burada girişdə sağ tərəfdə yerləşir mənzillər, digərində isə solda. Amma ümumi layihədə hər şey eynidir. Sadəcə 2 kvadrat kimi bir fərq var aralarında. Bu zalda belə bir beton pərdəmiz var. Bu pərdə olmasaydı burada fərqli bir-iki versiyada təklif etmək olardı sifarişçiyə. Sadəcə beton pərdə bizim əlimizi, qolumuzu bağlayır. Hazırda ölçü işlərimiz davam edir. Çox
Burada. Növbəti günə parket işlərini həyata keçirdiyimiz mənzildən başlamışam. Parketdən sonra bizim burada işimiz əslində yekunlaşmışdı və qərar aldıq ki, artıq biz kombi radiatoru montaj edib evdə bir isti mühit yaradıb, ondan sonra isə mebel işlərinə start verək. Ona görə də biz kombimizi, radiatorumuzu aldıq, mənzilə göndərdik və ustalarımız da montajı həyata keçirdilər. Dünən isə biz bura kombinin pusk verilməsi üçün bir servis əməkdaşını dəvət etmişdik ki, o da gəldi, kombiyə zəmanət falan verdi. İndi gəlmişəm bu kombini test eləməyə. Əslində dünəndən 2 dəfə baş çəkmişik bu mənzilə fərqli saatlarda. Çünki kombiyə start verəndən sonra mütləq şəkildə evi ən azından bir neçə gün nəzarətdə saxlamaq lazımdır. Ola bilir ki, burada hər hansı bir kombinin bağlantısından və ya radiatorlardan mənzilə su sızması baş versin. Gördüyünüz kimi hər şey qaydasındadır. Kombinin barını əsas nəzarətdə saxlayırıq. Dünən birdən biraz aşağı düşmüşdü. Qaldırdıq bir yarıma. İndi də biraz azalıb. Buradan biraz təzyiq qaldıracağam. Gördüyünüz kimi bir yarımda sabitlədik. Radiatorlarımız isə İtaliya istehsalıdır. Düz, sadə, minimal bir formada radiatordur. Altına da hər ehtimala qarşı plyonka, kardon nə varsa hər şey düzmüşük bura. Bura uşaq otağıdır. Uşaq otağındakı kombi də eyni qaydada montaj olunub. İsinib artıq kifayət qədər istidir. Kombi haqqında danışırıqsa kollektoru mütləq şəkildə qeyd eləməliyik. Gördüyünüz kimi burada kombinin alt hissəsində bir ədəd kollektorumuz yerləşir. Bu istipolun kollektor borularıdır. Gördüyünüz kimi oksigen bariyeri qırmızı rəngdə olan borulardan istifadə etmişik. Bu isə bizim camaşırxanada yerləşən digər kollektorumuzdur. Gördüyünüz kimi buradakı borular digərindən fərqlidir. Bunlar izolyasiyalı metaloplast borulardır və sadəcə radiatorlar üçün nəzərdə tutulub. Və bu vloqun istəyirəm yekunlu ofisimizdə edək. Çünki partlayış nəticəsində videonun əvvəlindən bildiyiniz kimi ofisimiz darmadağın olmuşdu. Ən əsasda bu otaq dağılmışdı bütöv. Bu hissələrin hamısını yenilədik. Bura belə 2 ədəd hissə masası yerləşdirdik. Ortaya nümunələr üçün belə bir hissə etmişik. Tamamlanmayıb bəzi hissələri qalıb. Bura belə bir yeni masa etdik. Üzərinin dönən formada hazırlamışam ki, seçimləri biz bu hissədə edək. Burada stullar yenilənəcək. Burada bizim şüşə divarımız var idi və bu şüşə divar partlayışda darmadağın olmuşdu və bütün şüşələr bu hissəyə dağılmışdı, tökülmüşdü. Buranı biz alçıpanla yenilədik. Üzərini isə sədəf boya ilə gördüyünüz kimi tamamlamışıq. Burada belə tavandakı seçkilərimiz qalıb. Bu hissə yenidən boyanacaq. İçəri otaqda isə bizim xalça dəyişdi. Elə bu hissədə daxil olmaqla bütün xalçanı yeniləmişik. Bura isə bizim görüş otağımızdır. Bu masamız ən çox zədə almışdı. Orta hissəsinə belə bir mərmər yerləşdirdik və 2 ədəd dəri ilə də bu hissələri üzlədik, yeniləndi. Burada mərmərlərimizi yenilədik. Tüllərimiz də təpdözə formada. Nə yaxşı ki, bu tipini biz MDF çərçivəyə almışıq. Çünki gördüyünüz kimi şüşə tam da bu çərçivəni kəsib ekrana gəlib çata bilməyib. Və burada belə bir qapımız da var idi ki, o qapı da hal-hazırda boya prosesindədir. Rənglərini qurtardıqdan sonra isə onu da yerinə yerləşdirib ofislə işlərimizi yekunlaşdıracaq. Belə, düşünürəm bu vlog çox uzandı. 2 aydan çoxdur ki, bu vlogu çəkirəm. Nəhayət ki, yekunlaşdırıb, montaj edib sizinlə paylaşacağam. Özünüzə yaxşı baxın, gələn videolarda görüşənədək. Sağ olun.